بسم الله الرحمن الرحيم. يا أيها الرسول بلغ ما أنزل إليك من ربك وإن لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس إن الله لا يهدي القوم الكافرين. بسم الله الرحمن الرحيم. يا أيها الرسول بلغ ما أنزل إليك من ربك وإن لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس إن الله لا يهدي القوم الكافرين. بسم الله الرحمن الرحيم. إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر. فصل لربك وانحر إن شانئك هو الأبتر. صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار. على رسول الله وآله الأطهار. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا رسول الله
وعلى آله الطيبين الطاهرين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. Allah'ın salamı, rəhməti, bərəkəti, əffi və məğfirəti olsun bizi canlı olaraq İlahi Rəhmət proqramında izləyən hər kəsə. Dəyərli dostlar, bugün özəl bir gün, əlamətdar bir gün, bugün Qədirxum bayramı və hər kəsi sevindirən bir bayram, hər kəsi birləşdirən bir bayram, dəyərləri birləşdirən, mədəniyyətimizi birləşdirən, xalqları birləşdirən bir bayram. Və bu bayram o qədər əzizdir ki, təki Azərbaycanımızda deyil, dünyanın hər yerində müsəlmanlar bir-birlərini təbrik edirlər, bayramlaşırlar. Bəli, bunun çox böyük özəllikləri var. Qədirxum anlayışı çox geniş bir anlayışa malikdir. İnşallah, mən ümid eləyirəm, əgər səbrini çatarsa, ekrana yaxın oturarsınızsa, sona qədər dinləyib Qədirxum nə olduğu fəlsəfəni və mahiyyətini anlayacaqsınız. Qədirxum böyük bir tarixə malik. Səbirlə inşallah dinləyək, verilişimizin sonuna qədər bütün Qədirxumla bağlı olan, bəlkə də gizli olan məlumatları inşallah anlayaq. Hər kəsə buradan bir daha təbriklərimi çatdırıram. İlahi Rəhmət proqramı olaraq Allah sizi var eləsin, qarşınızdayıq. Sizin dualarınız bizi saxlayır, biz də sizlərə dua edirik. Çalışaq birimiz digərimizə ehtiram göstərək, ədəb göstərək, gözəlliklərimizi bir-birimizə təqdim edək və gözəl ilahi musiqilərimiz olacaq və birbaşa keçid eləmək istəyirəm. Bizim bir dəyərli qardaşımız, hər zaman Əhl-i Beyt məddahı Səyyar qardaşımız, onun təqdimata heç bir ehtiyacı yoxdur. Mən nə üçün birbaşa Quran-ı Kərimdən birbaşa keçid eləyirəm? Dəyərli Əhl-i Beyt şairi Qəzəlxan Səyyar qardaşımıza, ona görə ki, Hacı Səyyar bir neçə vədələr verilib. Mən bilirəm, bu günləri məscidlərin çoxunda, müqəddəs məkanlarda, məqamlarda hər kəs bu Qədirxum bayramını keçirdir. Onlar da istəyirlər ki, Hacı Səyyar qardaşımızı və digər Əhl-i Beyt məddahlarını orada görsünlər. Ona görə mən ilk öncə sözü vermək istəyirəm dəyərli qardaşımıza, bizdən ayrılmayın. İnşallah ümid edirəm bu gözəl bayramı sizlərlə birgə keçirdib və paylaşaq. Hacı Surxay Məmməd YouTube kanalına abunə olun. Hər kəs qoy bu gözəl bayramı hiss eləsin. Xoş gəldiniz Hacı. Minnətdaram. Zəhmət olmasa mikrofonu da götürün. İnşallah siz də ürək sözlərinizi deyin. Bilirəm tələsirsiniz, amma inşallah açıqdır. Zəhmət olmasa bəli. Buyurun. Bismillahirrahmanirrahim. Mən də təbrik edirəm öz növbəmdə bu gözəl gün münasibəti ilə, Qədirxum bayramı münasibəti ilə sizləri təbrik edirəm Hacı. Çox sağ olun. Burada əməkdaşları təbrik edirəm və efir qarşısında əyləşən hər bir tamaşasını təbrik edirəm. Allah Teala bu bayramımızı mübarək qərar versin inşallah. İnşallah. Sizin gözəl istəyirik ki, bir gözəl şeirlərinizlə tanış olaq və biz izləyiciləri də sevindirək bu bayram münasibəti ilə. İnşallah. Buyurun. Deyir, ey soran kim bizə ol, eşqidə sultan kim olub? Cümlə aşiqlər üçün məktəbi irfan kim olub? Olma qafil bir ayıl, gör ki o canan kim olub? Kuşu qıl, ərz eləyim mən sənə olcan kim olub? Gül tər qaməti ər-ərlə bir şəkkər sözü gövhər. Yoxdur dünyada bərabər ona bir ər odur sərvər. O cənab şir xudadır, bütün üşşaqə ziyadır.
Odur hər gün bizi öz hüsnünə heyran eləyən, odur hər gün bizi hicrində cigərqan eləyən, odur hər gün bu könül mülkünü talan eləyən, odur ecaz ilə bu eşqdə cövlan eləyən, ona can eylədi qurban gözü giryan və cigərqan, odur ol sevgili canan, gülü xəndan məhitaban, o belə sevgili yardır, adı dillərdə şüardır. Bilirəm, çünki qulam kəndimə mən şah onu, görürəm ruz qiyamətdə ümidigah onu, düzdür ki, məth eləyir bir neçə məddah onu, ən gözəl vəsf eləyibdir böyük Allah onu. Adı şir, əldə də şəmşir, buna qadir, yaranıb bir, odur o ləli cəvahir, sözü mahir, özü tahir, dini İslam'a dayaqdır, o Cenabın yolu haqdır. Ay üzündən getirib Tanrı günəş haləsini, arizi alına bənzətdi behişt laləsini, ərəqindən yaradıb lalələrin jaləsini, çəkdi səyyar bu gözəlliklərin ah naləsini, neçə qəm saldı dəmadəm, gözə qannəm, üzə şəbnəm, olsa ol sərvəri aləm, mənə həmdəm, qəm olarkəm, o mənim dadı rəsimdir, onun imdadı bəsimdir, onun imdadı bəsimdir. Bir başqa qəzəl də inşallah hacı. Nə gözəl, nə gözəl. Deyir, haqqa doğru aparan rahə Əli rahı deyərlər. Haqqa doğru aparan rahə Əli rahı deyərlər. Tək onun şəninə hər növdə fəqət dahi deyərlər. Allah izni ilə o kəs şah-i vilayət seçilibdir. Şiələr rəhbərinə şiələrin şahı deyərlər. Harda dünyaya gəlibdir və gözün harda açıbdır, o müqəddəs yerə haqqın uca dərgahı deyərlər. Xəbər alsan bizə Mövla kim olub cümlə mələkdən, Əli Mövladı, Əli ismini billahi deyərlər. Eyni anda görünən gözlərə çox qeyri məkanda, təyyülərzi ilə cahanın ona səyyahı deyərlər. Eyni anda görünən gözlərə çox qeyri məkanda, təyyülərzi ilə cahanın ona səyyahı deyərlər. Zülməti qərq eləyən nur üzünə cümlə xəlayiq, günüzün şəmsi deyərlər, gecənin mahı deyərlər. Gah nahaqqə tutarsam üzümü, gah mən həqqə, bu gedişat ilə ancaq mənə gəhgahı deyərlər. Ahu fəryadımı hər yanda duyanlar, eşidənlər, yenə qalxıb fələkə bu yetimin ahı deyərlər. Nola ya Rəb, bu qədər sən mənə sevdirmə əlini, qorxuram sonda mənim üçün Əli Allahı deyərlər. Heç çəkinmə, sən onun şənini vəsf etsənə şair, Əli Allahı deməzlər, Əli məddahı deyərlər. Desəm ey saqi behişdə mənə lütf et nə ola ki o sər, harada gör nəyədir səyyarın iştahı deyərlər, harada gör nəyədir səyyarın iştahı deyərlər. Allah Teala bu bayramı mübarək qərar versin inşallah hacı. Allah sizi də var eləsin bu cür nə gözəl verilişlərlə, yəni mövludlarla, bayramlarla siz xidmət edirsiniz. Allah Teala xidmətimizi də əbəssiz qoymasın inşallah. Allah bizi Əhl-i Beytdən kənar salmasın. Onun dördməz. Amin. Çox sağ olun dəyərli Hacı Səyyar, əziz qardaşımız. Həqiqətən çox gözəl şeirlərlə, Əhl-i Beyti vəsf etməklə insanların qəlbinə xüsusi bir məlhəm qoyursunuz. Yəni insanların bu günləri həqiqətən Əhl-i Beyti olan sevgi, Allaha, Rəsula, mələklərə olan sevgini
məhz poetik dildə çatdırırsınız və buna görə də sizə çox dərin təşəkkürümü bildirirəm və var olun, böyük zəhmətlər çəkdiniz. Mən bilirəm, siz bundan da sonra yeni bir layihədəsiz və yeni inşallah qəzəlləriniz, şeirləriniz inşallah hazırlanır, yazırsınız və bizim növbəti verilişlərimizdə də sizi dəvət eləyəcək. Çox təşəkkür eləyirəm, var olun, Allah sizi var eləsin. Dəyərli dostlar, bəli, bugün Qədirxum bayramı, Qədirxum gözəlliyi və özəlliyi və onun fəlsəfə və mahiyyətindən biz danışacağıq. Bəli, Hacı Səyyar çox gözəl qeyd elədi. Bugün Əlinin Qədirxum çölündə Peyğəmbər Allahın Rəsulu tərəfindən bir nümayişi, bir bəyanı, bir çağırışıdır. Bunun özünü də bir neçə dəqiqədən sonra sizə gözəl şəkildə qeyd edəcəm. Mən bilirəm, yazırsınız, hər kəs yazır və artıq ekranda da görürsünüz, bizim WhatsApp nömrəmiz aktivdir. 055 323 22 38'dir. Değerli izleyiciler ve dostlar, artık herkes qoşula bilər və bizim sizlərə bir neçə şeyi də artıq təqdim etmək borcumuzdur. Çünki biz sizə eyni zamanda hər verilişdə, proqramda bir hesabat planı hazırlayırıq. Bəli, biz boş qalmırıq, insanlarla görüşürük və bilirsiniz, Allah Teala bütün şəhidlərimizə rəhmət etsin. Biz hər zaman şəhid ailələrinin yanında olaraq, onlara mənəvi dəstək olaraq onların hər zaman xidmətindəyik. İnşallah sabah yox bürüsünü inşallah bizim İsmailli səfərimizdə olacaq və buradan da bütünlükdə İsmail rayonunda və onun bütün ərazisində kimlər yaşayırlarsa onlara özlərin təşəkkürümüzü və salam sayğılarımızı bildirirəm. Bütün Azərbaycana salam və sayğılarımı bildirirəm. Dünyada yaşayan soydaşlarımıza salam və sayğılarımızı bildirirəm. Artıq şəhid bulağının açılışı olacaq. İnşallah biz orada iştirak edəcəyik Allahın izni ilə. 16 iyul artıq keçdi. İlk Səbaildə şəhidimiz Allah Teala Mirzağa qardaşımıza, onun ailəsinə səbir versin. Yəqin ki bizim şəhidlər xiyabanında, ziyarətgahında bir neçə bəzi orada video görüntülərimiz var. Yəqin mən danışa-danışa ekranda gedəcək Allahın izni ilə və ilk Səbail şəhidlərindən mənim yadımdadır Cavidan balamızın, Cavidan Ağayevin mən cənazə namazında onun törənində iştirak etdim. Yas mərasimi şəhidlərin o belə deyək cənazə namazları həqiqətən qəlbimi parçalayır, heç zaman mənim yadımdan çıxmır və doğum günü idi 16 iyulda Cavidan Ağayevin balamızın və bütünlükdə şəhid ailələri, doğmaları hamısı həmən şəhidlər xiyabanında Badamdaqda yerləşən şəhidlərə aid olan bir məzar, məqam, orada bütün insanlar var idi. Eyni zamanda bizim Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar müəllim Zeynalov cənablarına və onun bütünlükdə Səbail rayon icra hakimiyyətinin işçilərinə öz dərin təşəkkürümü bildirirəm. Vüqar müəllim həqiqətən 44 gün vətən müharibəsində bizlərlə bir yerdə başda olaraq, bir rəhbər olaraq insanların yanında, insanların, şəhid ailələrinin qəminə, dərdinə şərik olurdu və bugün də şərikdir. Və sağ olsun belə bir rayon icra hakimiyyətinin başçısı ki, hər zaman qəmlərində, doğum günlərində, şəhidlərin anım günlərində və vəfat günlərində şəhid ailələrin yanındadır. Bir daha buradan öz dərin təşəkkürümü bildirirəm, sayğılarımı bildirirəm və həmən günü eyni zamanda mən çox sevərəm pirləri ziyarət etmək. Pirləri ziyarət etmək insanda bir əmniyyət yaradır, bir rifah yaradır, bir inanc yaradır və Qədirxum bayramının ab-havasını almaqdan ötəri Bibi Heybət ziyarətgahı var, bilirsiniz, Həkimə xanım çox möcüzəli bir
Həkimə xanım, onun demək olar möcüzələri danılmazdı. İnşallah bir dəfə Allah nəsib eləsin, Bibi Heybət ziyarətgahı ilə bağlı xüsusi bir çəkilişimiz olacaq. Düzdür, mən orada görüntü etdim. Dəyərli bizim qazimiz, Qafqaz Müsəlmanlar İdarəsinin qazisi Hacı Rahib Babayevə çox dərin təşəkkürümü bildirirəm. Baxın, gördüyünüz düz xanımın əsl qəbridir. Allah nəsib etdi, biz ora daxil olduq, dualar etdik, ümmət, xalq, insanlar üçün, sizlər üçün hər birinizə dua etmişik. Elə bilmin, siz duasız qalırsınız. Mən dua edəndə deyirəm, ya Rabbim, məni tanıyanlar, tanımayanlar, məni sevənlər, sevməyənlər, hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Allah hamısına nəsib etsin, o müqəddəs piri ziyarət edəsiniz və baxın, Badandarda olan Cavidan Ağayevin biz doğum gününə yığışmışıq və rayon rəhbərliyi də başda olmaqlıqla, şəhid ailələri, hər kəs orada dualar oxuyur şəhidlərin ruhuna. Allah Teala bütün şəhidlərimizin ruhların bir daha rəhmət etsin, şəhidlərimizin ruhunu şad etsin. Allah Teala onları Peyğəmbərə və onun ailəsinə qonşu etsin, onların ruhları hər zaman bizə duaçı olsun. Yəni, baxın, dəyərli izləyicilər, dostlar, biz heç zaman demək olar, kənarda qalmırıq, hər zaman çalışdığımız qədər düzdür. Çox evlərdə ola bilmirik, iştirak edə bilmirik amma çalışdığımız qədər ziyarət edirik və Rusiyadan da bizə yazırlar və yazırdılar. Bir bacımızın İnşallah, yəqin ki, veriliş boyunca səsini də eşidəcək. Bir balamıza ad qoyduq, Amin bala. Allah Teala var eləsin, mənim çox sevdiyim adlardan biridir. İnşallah biz xanımın da Rusiyadan səsini eşidəcək və hər kim də istəsə yenə də qeyd edirəm, aktivdir bizim nömrəmiz, WhatsApp-ımız və gəlib iştirak edə bilərsiniz. Amma dərhal mən ayəni oxumadan öncə bizim dəyərli qardaşımız Oktay Qubalını mən dəvət eləmək istəyirəm. O da gözəl Əhl-i-Beyt aşiqidir, Əhl-i-Beyt məddahıdır. Amma oxuduğu Quran-ı Kərimin mən ayəsinin tərcüməsini sizə çatdırmaq istəyirəm və bu barədə də inşallah geniş şəkildə danışacağım. Peyğəmbər necə Həzrəti Əlini özündən sonra davamçı və vəli və vəsi olaraq təyin etdi. Bunu bir neçə dəqiqədən sonra eşidəcəksiniz. Amma Oktay qardaşımız Qubalının, Əhl-i-Beyt məddahının oxuduğu ilk Quran-ı Kərim Əl-Maidə surəsinin 67-ci ayəsi belə idi. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. O Allah ki, bu dünyada müsəlman və kafirlərə rəhm edər, hər kəsə rəhm edər. Yalnız Allahın rəhim sifəti axirətdə inanclı insanlara öz mərhəmətini şamil edər. Ya əyyuhər rəsul, ey Peyğəmbər, ey Rəsulum, bəlliğ ma unzilə ileykə min Rabbik. Allah tərəfindən sənə nazil olanları insanlara çatdır. Və in ləm təfəl fəmə bəlləqtər risalətə. Əgər sən Allahın əmrlərini insanlara çatdırmasan, sanki elə bil dinivi kamil etməmisən, risalətivi, peyğəmbərliyi sona çatdırmamısan. Vallahu ya'simuka minən nas. And olsun Allaha, Allah səni pis insanlardan qoruyacaq. İnnəllaha la yehdil qavməl kafirin. Allah kafir insanları, küfr edənləri heç zaman hidayət etməz. Bunun mənası budur. Sırf Qədirxum məntəqəsində olan proseslər, baş verən hadisələrin məhz ayə Əl-Maidə 67 hər kəslə tanış ola bilər və inşallah bu ayənin ətrafında Oktay qardaşımız Qubalının, Əhl-i-Beyt məddahının ilahisindən sonra bunu gözəl şəkildə qeyd eləyəcək. Peyğəmbərin son həcci. Peyğəmbər orada nə etdi və nə dedi? İnşallah bir neçə dəqiqədən sonra
Buyurun, söz sizindir, xoş gəlmişsiniz. Allah sizi var eləsin. Sizin səsinizi, sözünüzü biz sevə-sevə izləyirik, əziz qardaşım. Yenə də inşallah izləyicilər sizdən xoş bir, gözəl bir ifa inşallah istəyəcəklər. Çox təşəkkür edirəm əziz, dəyərli ustadımız, əziz, dəyərli ruhanimiz, böyüyümüz, Hacı Surxay. Allah sizi var eləsin. Canım, çox Bayramımız mübarək olsun. Hər kəsə bizi izləyənləri Hacıcan. Bəli. Kimlərin ki, bütün dünyadan, qəlblərində Ağa Əliyə sevgi varsa, onların bayramı mübarək olsun inşallah. Və Allah bu bayramı daha da bərəkətli eləsin. Amin. Və Allah gələcək günlərimizi xeyirli eləsin. Mən də inşallah Hacıcan bir dənə bir ifa təqdim eləyərəm. Sevə-sevə inşallah. Dəyərli dinləyicilərimiz üçün buyursunlar inşallah. Buyurun.
Allah İmam Əlinin və onun ailəsinin, Peyğəmbər və onun ailəsinin ruhu hər zaman bizim üzerimizdə olsun. Azərbaycan xalqının və dünya müsəlmanları üzərində olsun. Allah dünya müsəlmanlarını bir-birinə mehriban etsin. Çox gözəl bir ifa idi. Çox dərin təşəkkür edirəm dəyərli qardaşım Oktay Qubalı. Həqiqətən öz bütün ilahi nəğmələri ilə qəlbləri fəth eləyir. Çox xoşum gəlir sizin çıxışınızdan, amma sizdən ayrılmayacaq. Bir neçə dəqiqədən sonra yenə də sizdən bir ifa alacaq. Bilirəm sizin də bugün işləriniz çox. Bugün hər kəs bayram içindədir. Bu günləri hər kəs Qədirxumu keçirdir. Məscidlərdə, ocaqlarda, müqəddəs yerlərdə hər kəs çalışır ki, bayramlaşsın. Allah Teala bir daha qeyd edirəm, şəhidlərimizin, ruhların İnşallah bizlərə duası etsin Allahın izni ilə. Və bir neçə dəqiqə bundan öncə İsmailli'da bizim o tədbirimiz ikinci günü inşallah Diyallı kəndidir. Biz orada Orxan, Lətifli Orxan Xancanoğlunun mövludu inşallah münasibəti ilə iştirak eləyəcək və bütünlükdə hər kəsə Allahdan can sağlığı arzu edirik. Ev muzeyinin açılışı olacaq. İnşallah bir daha təkrar edirəm. Hər kəs Allahın izni ilə dəvətlidir. Bəli, bugün Qədirxumdur. Hər kəsin sevinci, hər kəsin istəyi, hər kəsin o aləmə getdiyi bir, o aləmdə yaşadığı bir Qədirxum. Qədirxum bugün də Qədirxumdur. 10 il bundan öncə də Qədirxum olub və bəşəriyyət yaranandan, bəşəriyyət sona qədər bizim inanclarımızı, adət-ənənələrimizi, tariximizi dəyişdirmək mümkün deyil. Qədirxumdan alacaq dərslərimiz var. Çox böyük dərslərimiz var. Biz elə düşünməyək ki, xalqlar, tarixlər, onlar Quran-ı Kərimdə və dünya tarixində nə hadisələr baş veribsə, biz onlardan biganə keçək. Xeyr, onlar bizim ruhumuzdadır, yaddaşımızdadır. Qədirxum elə bir məntəqədir ki, hər il Zilhiccə ayının 18-də qeyd olunur. Bilirsiniz, Zilhiccə ayının 10-unda hacılar qurban kəsir. Buradan da Allahın evini ziyarət edən Azərbaycan zəvvarlarına həmd olsun, Allah olmayanlara nəsib etsin. Salam və sayğılarımızı çatdırırıq. Buradan təbriklərimizi çatdırırıq. İndi bugün onlar Mədinədədirlər. Sabah axşam bürsün səhər dönüşdü Azərbaycana. Allah bütün hacıların həccin qəbul etsin. Orada da bizim dostlarımız çoxdur. Eyni zamanda Kral Ət və Ət Məhsullarının şirkətin rəhbəri Hacı Yavuz qardaşım, bir neçə saat bundan öncə danışdım və Allah Teala qorusun sizləri, dəyərli qardaşlar. Məkkə-Mədinə arasında yerləşən Cöhvə yaxınlığında bir diyarın adıdır Qədirxum. Təqribən 200 kilometr Məkkədən, Məkkə məsafəsində yerləşir. Bəli, o elə bir yer, Allahın Rəsulu Həccətul Vida, son həcci ziyarət etdiyi bir məqam, Allah evindən dönür və Allahın Rəsulu belə bir söz deyir. Siz artıq dəvələrinizi və yüklərinizi burada saxlayın. Birdən quru və isti səhrada Qədirxum məntəqəsində Peyğəmbər tərəfindən dayanmaq əmri verilir. Allahın Rəsulu buyurur, bu məntəqədə dayanın. Bütün insanlar hamısı Allahın Rəsulunun əmrini gözləyir, hətta bütün insanların diqqətini cəlb edən nöqtə budur ki, bu isti səhrada, quru bir səhrada Allahın Rəsulu bizə görəsən nə deyəcək? Bizə nə bəyanat verəcək? Allahın əmrini bizə necə çatdıracaq? Və Allahın Rəsulu buyurur, dəvələrdən bir
minarə, bir mənbər düzəldilsin. Yəni o mənbər ki, bütünlükdə bütün insanları o mənbərdən görsün. Və Allahın Rəsulu bu göstərişi verəndən sonra insanlar dəvələrin palanlarından mənbər hazırlayırlar. Allahın Rəsulunu çıxardırlar həmən bir hündür yerə, hündür bir ucqar bir məqam, hündür bir məqam Allahın Rəsulunun xitabını gözləyirlər. Peyğəmbər böyük bir həmdü səna etdi, xütbə etdi. Uzun bir xütbədir. Allah həmdü səna etdi, tərif etdi. Çox sonsuz şükürlər olsun Allaha ki, o Allah bizi burada görüşdürdü. Və sonra buyurdu, ey insanlar, mənim səsimi eşidirsinizmi? Bütünlükdə eşidirik dedi. Allahın Rəsulu çox gözəl bir söz dedi. İnşallah mən o ərəb dilində xütbəni sizə qısa da olsa çatdıracam və Oktay qardaşım bir ilahi musiqi mahnını ifa edəcək, çünki tələsir və sonra mən sizlərlə baş-başa son proqramın axırına qədər sizlərlə birgə olacam və sizi də dinləyəcəm. Allahımızdan razı olsun, səbirli olun, təmkinli olun, bir bayramdır. Yəqin ki, evlərinizdə oturmuşsunuz, müəyyən bir rahat bir yerdə oturmuşsunuz, bizi dinləyirsiniz. Buyurun, buyurun mənim əzizim, buyurun.
Çox təşəkkür edirəm Hacı Oktay, minnətdaram. Həqiqətən bu gözəl ifa. Mən Əlidən ayrılmaram. Kim haqdan ayrılar ki? Heç kim haqdan ayrılmaz. Təbii ki, hər kəsi haqqa, ədalətə, düzlüyə dəvət edirəm. Minnətdarlığımı bildirirəm. Çox var olun, çox sağ olun. Siz böyük zəhmət çəkdiniz, gəldiniz bizim canlı proqramımıza, var olun. Bir daha qeyd edirəm, bizim canlı proqramımızda Əhl-i-Beyt məddahı Hacı Oktay Qubalıdır. Var olun deyirəm, çox sağ olun, Allah sizdən razı olsun. Hər kəsin bayramı bir daha mübarək olsun. Və burada qalmışdıq ki, Allahın Rəsulü uca səslə kim mənim səsimi eşidir? Səsimi eşidirsinizmi ey insanlar? Dedilər bəli. Sonra sükut bütün ətrafı bürüdü. Allahın Rəsulü buyurdu ki, Eyyuhən-nas, mən əvlən-nas bil-mu'mininə min ənfusihim. Cəmaat, kim müsəlmanlara özlərindən daha üstün və yaxındır? Bütün insanlar uca səslə buyurdular ki, ey Allahın Rəsulü, Allah və onun Rəsulü bilər dedilər. İslam Peyğəmbəri buyurdu, heç məndən bir səhv, bir xəta eşitmisinizmi? Bir yanlışlıq, bir yalan eşitmisinizmi? Xeyr, ey Allahın Rəsulü. Bütün kütlə, minlərlə, milyonlarla insanlar o isti səhrada Qədirxum məntəqəsində Allahın Rəsulunun dilindən, mübarək dilindən söz eşitmək istəyirlər. Şəhadət veririk, Allahdan başqa Allah yox. Və şəhadət veririk ki, həqiqətən Allahın Rəsulü Muhammed Mustafa sallallahu aleyhi və aleyhi və səlləm Allahın təyin etdiyi sonuncu Peyğəmbərdir. Allahın Rəsulü bunları deyəndən sonra dedi, mən sonuncu həcc etdim. Allahın mələyi Cəbrail nazil oldu və mənə sonuncu həccimin olduğunu, həccimi tamam etdiyini mənə dedi və mənə buyurdu ki, Allahın risalətini çatdır. Düzdür, düzdür. İnsanlar ola bilər düz qəbul etməsinlər. Çünki eyni ağılda, eyni məntiqdə olan insanlar hamısı bərabər ola bilməz. Görənlə görməyən bərabər deyil. Vallahu ya'simuke minən-nas. And olsun Allaha ki, Allah səni pisliklərdən qoruyacaq. Ey Rəsulum, sən sözünü de. Allahın Rəsulü buyurdu ki, İki ağır əmanət qoyuram sizin içərinizdə. Onlardan möhkəm olun. Onlardan möhkəm yapışın. Birincisi Qur'andır, Allahın kitabı. Allahın nazil etdiyi əmir Qur'an, ondan möhkəm yapışın. İkincisi mənim balalarımdır. Hövz-ü Kövsər qiyamət günündə Kövsərin başına gələnə qədər bunlar bir-birindən ayrılmaz. Qur'anı Əhl-i-Beytsiz, Əhl-i-Beyti Qur'ansız təsəvvür etmək mümkün deyil. Mümkün deyil. Və mənim sizdən ricam budur. Mənim balalarıma və Qur'ana ehtiram edin. Və Allahın Rəsulunun gözü gəzir. Səhabələr soruşdular ki, ey Allahın Rəsulü, kimi axtarırsınız? Veyn Ali, hardadır möminlərin ağası? Əli hardadır? İmam Əlini gətirirlər. Allahın Rəsulü buyurur ki, Fəmən kuntu mevla fəəliyyun mevla. Mən kuntu mevla fəhəvə əliyyun mevla. İki hədis qeyd olunur. Allahın Rəsulü İmam Əlinin əlin tutaraq qaldırır göyə. Həmən o kəcavədə, həmən o hündür bir yerdə. Kim mənim Mövla və rəhbər ağa bilirsə və mənim də
davamçım Əlidir. Onu da ağa və rəhbər bilsin. Kim mənə zülm edərsə, haqsızlıq edərsə, Əliyə haqsızlıq edər. Əliyə haqsızlıq edən mənə və mənim balalarıma haqsızlıq edər. Mümkün deyil ki, rəhbər özündən sonra müdrik bir ağıllı şəxs qoymasın. Mümkün deyil. Mümkün deyil. Allahın Rəsulunun bütün təkliflərini, təyinatını Allah verir. Çünki bu Allahın sözüdür. Həzrəti Əlinin əlini qaldıraraq, təbriklər deyərək, hər bir insan gələr, deyər ki, ey Allahın Rəsulu, bu Allahın əmridir. Allahın əmri bizlər üçün höccətdir, qanundur. Biz ləbbeyk dedik sənə. Və Məkkədə qayıdan insanlar, orada qadınlar da, xanımlar da var idi, zərif cinsin nümayəndələri. İndi orada nə qədər minlərlə insanlar gəlir, Həzrəti Əlini təbrik eləyir, görüşürlər. Xanımlar dedi ki, bəs naməhrəm olduğuna görə biz necə eləyək görüşək İmam Əli ilə? Allahın Rəsulu göstəriş verir, bir teşt içində su. Buyurur xanımlara, əllərinizi o teştin suyuna batırın. Sanki Əlini qəbul etmiş kimi varsınız. Və bütün insanlar orada sevinir. Allahın Rəsulü Cəbrail nazil olur. Əl-Maidə 3. Bunu Quran-ı Kərimdən sizə oxuyuram. وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَدِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا. Ey Cəbrail! Allahın Rəsuluna de, bu ayəni insanlara oxusun. Bugün dininizi sizin üçün kamil etdim. Sizə olan nimətimi tamamladım. Sizin üçün İslamı seçdim. Bax, bu bir Allahın Rəsulunun Qədir-Xum çölündə bir çağırışıdır. O zamanın çağırışı bu zamanın çağırışıdır. Sanki bugün Allahın Rəsulu bizim içərimizdə olsaydı, bizə bu xitabı verərdi. Allahın qırılmaz ipindən yapışıb səpələnmin. وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Allahın qırılmaz ipindən yapışıb səpələnmin. Bu çağırış bizim birliyimizin, bərabərliyimizin, coğrafiyamızın bir səsi idi, birləşməsi idi. Allahın Rəsulü bunu deyirdi bizə, ey insanlar, məzhəblərə bölünməyin, məktəblərə bölünməyin, firqələrə bölünməyin, ayrı-seçkiliyə yol verməyin, zəlalətə düşərsiniz. Əgər ayrı-seçkiliyə düşərsinizsə, zəlalətə uğrayarsınız. Ona görə Qədir-Xum bizə bir qardaşlıq, bizə bir doğmalığı və bizə bir hamımız müsəlman olaraq, din qardaşı olaraq bir yerdə olmaq çağırışını və əmrini verir. Bu bizim bərabərliyimizdir, bu bizim birliyimizdir. İnşallah mən elə bilirəm, suallar da var. Əgər suallar varsa, buyurun və inşallah sonunda da əgər əlavə suallar yoxsa fikrimi yekunlaşdıracağım və eşidək bir sualı, ondan sonra Allahın izni ilə yenə də verilişimizi yekunlaşdırmaq üçün fikrimi tamamlayam. Buyurun. Salam, hörmətli Hacı Sulxan müəllim və mənim Azərbaycan xalqım. Sizi Rusiya Federasiyanın Krasnoyarski şəhərindən Zülfiyə bacı narahat edir. Sizi və Azərbaycan xalqımı Qədir-Xum bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Sizin göndərdiyiniz biri-birindən gözəl ad seçimlərindən biz Amin adını seçdik. Sizə və sizin yaradıcı komandanıza təşəkkürümü bildirirəm. Uca Tanrım sizin hamınızı qorusun. Çox sağ olun, dəyərli bacım. Mən də öz minnətdarlığımı bildirirəm sizə, var olun deyirəm. Əlbəttə, Amin gözəl bir bəyəniləsi addır. Bütün bilirsiniz, dinləri birləşdirən, hətta Yəhudilikdə səmavi dinlərdir, Xristiyanlıqdır və İslamdır.
çörək yediği zaman, dua ettiği zaman amin deyərlər. Amin bütün ümmətin bir toplumu bir araya gəlməsidir və amin balamızı da Allah Teala salamat eləsin, salih və sağlam övladlardan qərar versin. Əlbəttə, mən hər zaman sosial şəbəkələrdə bir paylaşım edirəm, bir körpəni yanıma gətirirlər, ona mən ad qoyduğu zaman sağ qulağına azan deyirəm, sol qulağına iqamə deyirəm. Çünki o uşaq hədislərdə var ki, müdrik olacaq, ağıllı olacaq, təmkinli olacaq və buna görə də hər kəs fərqi yoxdur. Bugün Rusiyada, Krasnoyarda və digər Leningradda, Sankt-Peterburgda, yəni hər kəs harada olursa olsun fərq etməz. Onlar yazsınlar bizim səhifəmizə, kanalımıza və eyni zamanda YouTube kanalı Hacı Surxan Məmmədli canlı efirdən sonra mən özüm bir-bir, yəqin ki özünüz də şahidsiniz, həm Instagramda bir-bir suallarınıza cavab verirəm və çalışıram ki heç kimi özümdən narazı salmam. Əlbəttə bugün bir bayram əhvalı ruhiyyəsi, Qədirxum əhvalı ruhiyyəsi var. Amma bunu da qeyd edim ki, dəyərli izləyicilər, dostlar, əzizlər, bacı və qardaşlar, bizi Gürcüstandan, Azərbaycan və Azərbaycan hududlarından kənarda izləyən hər kəsi təbrik edirəm. Sizlər mənim doğmalarımsınız, əzizlərimsiniz və artıq iyul ayının 30-u Məhərrəmlik ayı daxil olur. Məhərrəmlik. İnşallah bilirsiniz, bu İlahi Rəhmət proqramı, bu bir bizim canlı proqramımızdır. Amma bugün son demək deyil. Amma inşallah ümid edirəm bizim bu verilişimizin davamını Allahın evində əlamətdar bir gün olaraq, dəyərli bir gün olaraq və digər belə deyək, insanların qəlbini oxşayan bir gün, insanın qəlblərini mənəvi dəyərlərə kökləyən bir günü biz inşallah məsciddə eləyəcəyik, cümə məscidi. Səhər-şəhər cümə məscidində 10 gün, 12 gün Allahın izni ilə necə Ramazan ayında bir ay Ramazanca bizi izlədiniz və xoş təəssüratlarınızı mənimlə bölüşdünüz və mən sizlərlə bölüşdüm. Məhərrəmlik ayında da inşallah bilin, indidən paylaşım edin. İyul ayının 30-u Məhərrəmlik ayı daxil olur. Səhər-şəhər cümə məscidində bu canlı yayımı edəcəyik və öncə hər kəsə dərin təşəkkürümü bildirirəm. Sevinc bacımıza dərin təşəkkürümüzü bildirirəm. Zahir qardaşımıza, Zakir bəyə öz dərin təşəkkürümü bildirirəm ki, və kamera arxasında onlar çox böyük zəhmət çəkirlər. Həqiqətən Allah var eləsin. Onlar Allaha xatir işləyirlər ki, bugün bizim danışdığımız bütün bu şeylər yaddaşlarda qalsın. İnsanların şuurunda və beynində qalsın. Bugün nə öyrəndik? Bugün Qədirxum öyrəndik. Qədirxum bir bayram. Həzrəti Rəsulullahın davamı olaraq, Əliyyən Vəliyullah olaraq Qədirxum çölündə Həzrəti Əli Allahın yer üzündə təyinatı olaraq Peyğəmbər tərəfindən verilməsi və Peyğəmbərin dili ilə, Cəbrailin vasitəsilə buna sonsuz şükürlər olsun. Bəli, mənə yazırsınız burada, çox sağ olun, xoş sözlər yazırsınız. Mən kuntu Mevla fəhada, Əliyyum Mevla yazırsınız. Bəli, mən kimin Mevlası, ağasıyamsa, Əli də onun Mevlasıdır, ağasıdır. Necə də sevməyəsən, bəyəqları Əlidən dönmərəm dedi. Haqdan dönmək olarmı? Əlbəttə ki, mümkün deyil və hər kəsə dərin təşəkkürümü bildirirəm. Hacı Kamran Əkbərov bizi canlı izləyir. Aygün Rəhimova, Şölə xanım Quliyeva, Yeganə xanım qızımız var olun. Minnətdaram, təşəkkürümü bildirirəm sizə. Elçin Ağayev, dərin təşəkkürümü. Zeynəb Həsənova, Tərlan Sultanova. Qoy bir-bir adları oxuyum ki, haqqınızı əda edeyim. İncimiyəsiz Cəlil Məmmədli və İlahi Rəhmət proqramı olaraq və bizi burada canlı insanlarla qoşur, yaradır. Hər kəsə təşəkkürlərimi bildirirəm. Ruslan Əkbərov var ol deyirəm. Rahilə Əliyeva, Həsrət Şərifov, Xədicə qızımız Məmmədzadə, çox sağ olun. Burada maraqlı bir sual verir Xədicə xanım. Hacı Qədirxum orucunu necə tuturlar? Nə gözəl sualdır, təşəkkürümü bildirirəm. Bu maraqlı bir sualdır. İnşallah bu gecə qüsl edin. Qədirxumla bağlı bir müstəhəbbi qüsuldur.
və niyyət eləyin ki, Allaha xatir oruç tuturam və əgər boynunuzda qəza orucu varsa, qəza orucu edin və sabahın orucu çox böyük əhəmiyyətlidir. İllərə bərabər bir fəzilətli bir orucdur. İnşallah hər kəs tutarsa, xoş onun halına. Allah Teala bu savabı da ölənlərimizin ruhlarına yazaq. Qoy Allah Teala bizə bu fəziləti bəxş etsin. Faiq Heydərov yazır ki, inşallah bu gecə qismət olar Qədirxum orucu tutmaq. Bəli, sabah inşallah oruc olsaq çox gözəl olar. Allahın izni ilə mən də çalışacağam. İnşallah sizlərlə oruç tutam. Kərbalay Cavad Məmmədli yazır, minnətdarlığımı bildirirəm və bizim bölgələrdən də yazırlar. Hər kəsə təşəkkürlərimi bildirirəm. TikTok'dur, bizim sosial mediada, Instagram'dır. Təbii ki, hər birinə ayrıca öz dərin təşəkkürümü bildirirəm və verilişi yekunlaşdırıram Allahın izni ilə və bilirəm suallarınız çoxdur və suallarınızı yazın yenə də bizim səhifəmizə, YouTube kanalımıza və mən sizlərlə Allahın izni ilə bir daha dönüş edəcəyəm və bizim növbəti canlı yayımımız şam namazlarından sonra Allahın izni ilə artıq elanlar veriləcək. İndidən deyirəm, iyul ayının 30'u inşallah canlı bizlərlə qoşula biləcəksiniz. Məsciddə inşallah dini mərasimlərin keçirilməsi, mərsiyələrin deyilməsi, söhbətlər və moizələrin olunması inşallah oradan bizi izləyəcəksiniz. Keçid eləyirəm duaya və dua bizim ruhumuz, dua bizim nəfəsimiz, dua bizim canımızdır. Hər kəsin duaya ehtiyacı var. Aminləri təbii ki, çox edin, aminləri yazın, aminləri dilinizdə ifadə edin, dəyərli dostlar. Allah sizləri var eləsin. Şərtimiz nədir dua üçün? Duanın tez qəbul olunması salavatdır. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme salli ala Muhammedin və ali Muhammed. Ey aləmlərin Rəbbi, ey Malikəl Mülk, ey rəhməti geniş olan Allahım, sən o qədər böyük əzəmət sahibisən, dil acizdir sənin əzəmətini vəsf etməyə. Ya Rabbim, əllərimizi qaldırmışıq sənin dərgahıva, hər kimin ürəyində nə niyyətləri var, o niyyətlərdən sən vaqifsən, sən xəbərdarsan. Ya Rabbim, qəlblərimizdə olan hacətlərimizi, istəklərimizi həyata keçird, Ya Rabbim. Ya Rabbim, sənin adlarından biri Təbibəl Qulub, qəlblərin həkimi. Qəlblərə dərd və dərman qoyan, məlhəm qoyan Allahım, qəlblərimizdə olan dərdlərimiz, bədənimizdə olan narahatçılığımız, xəstəliklərimiz çox əlac elə, Ya Rabbim. Ölənlərimizə rəhmət, qalanlarımıza can sağlığı ver, Ya Rabbim. Aqibətimizi, axirətimizi, gələcəyimizi xeyirli et, Ya Rabbim. Ya Rabbim, bugün sənə möhtac olan əllər dərgahına qaldırılıb, əllər qaldırılıb sənin dərgahına, möhtac əllər, ehtiyacı olan, birinin evə, birinin övlada, birinin mala, mülkə, birinin ahirətə, dünyaya, özün vədə vermişsən, hər kim məni çağırarsa, duaların qəbul eləyərəm, ey aləmlərin Rəbbi, əl-boş, çevirmə bizim əllərimizi, geri çevirmə, Ya Rabbim. Ya Rabbim, borc olanların borclarını əda elə. Övladı olmayanlara övlad lütf elə. Evsizlərə ev ver, Ya Rabbim. Qəbrəstan əhlinə mərhəmət elə, Ya Rabbim. Azərbaycan hududlarından kənarda olan balalarımız elm və təhsil dalıca, ruzu dalıca, hər kəs nə niyyətlə, pak niyyətlə gedib, Allahım niyyətlərin həyata keçirdi, Ya Rabbim. Ya Rabbim, bizim balalarımız universitetlərə qəbul oldular. Sevindirici bir xəbərlər eşitdik və eşidirik, eşitməkdəyik. O balalarımızı, Ya Rabbim, hər zaman sevindir.
Bizi stresdən, gərginlikdən, çətinliklərdən amanda saxla. Ey Rəbbim, qəlbimizə iman nuru, qəlbimizə ilahi xof, ilahi məhəbbət yerləşdir. Vəsvəsələrdən qoru. Ey onun adı dərdlərə dərman, səni zikr eləmək şəfa, sənə itaət eləmək ən gözəl bir nemətdir. O nemətləri bizdən kəsmə ya Rəbbim. Ya Rəbbim, sən sultansan, biz quluq. Qula günah yaraşır, qul xəta edir, xəta edər, sultan bağışlayar. Sultanlığın hörməti xatirinə qulları əl-boş məhrum etmə ya Rəbbim. Ağlımızı əlimizdən alma ya Rəbbim. Şəhidlərimizə rəhmət et ya Rəbbim. Qazilərimizə, yaralılarımıza acil şəfalar ver ya Rəbbim. Ya Rəbbim, sənə and verirəm cəlalımın xatirinə, bizi ağ valideyn qərar vermə. Şəhid valideynlərinə, doğmalarına, balalarına səbir ver ya Rəbbim. Azərbaycanımızı qoru ya Rəbbim. Üç rəngli bayrağımızı dünya bayraqlarının içində uca ilə. Dünya müsəlmanlarını bir-birinə məhəbbət əhli ilə, dünya müsəlmanlarını birləşdir. Ya Rəbbim, millətlər arasında, dövlətlər arasında sülhü bərqərar elə. Ya Rəbbim, erməni və erməni sifətliləri məhv elə. Ya Rəbbim, Allahın qırılmaz ipindən yapışıb səpələnməyin, bütün dünya müsəlmanları bir olaraq, bir bayraq altında La ilahə illallah, Allahdan başqa Allah yox, Muhammedun Resulullah, Muhammed Peyğəmbər Allahın Rəsulü və elçisi. Əşhədü ənə əmirəl müminin Aliyyən vəliyullah. Şəhadət verirəm, Muhammed Peyğəmbərdən sonra Allahın dostu, Peyğəmbərin davamçısı İmam Əlidir. Dilimizdən əzbər et ya Rəbbim. Ya Rəbbim, Azərbaycanın ordusun güclü elə, müzəffər ordumuzu güclü elə, dövlətimizi, millətimizi, xalqımızı qoru ya Rəbbim. Fitnələrdən, şərlərdən, bəlalardan qoru ya Rəbbim. Heç evi rəhbərsiz, evi, ailəni, cəmiyyəti rəhbərsiz etmə ya Rəbbim. Ya Rəbbim, sonuncu duam budur. Sənə and verirəm cəlalımın xatirinə, eyblərimizi ört. Həqiqətən sən eybləri örtənsən. Amin, amin, amin ya Rabbəl aləmin. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allah hər kəsdən razı olsun. Bir daha Qədirxum bayramınız mübarək olsun. Tutduğunuz oruclar Allah dərgahından qəbul, etdiyiniz yaxşılıqlar qəbul. İnşallah iyul ayının 30-u gecə Cümə məscidi, İçəri şəhərdə yerləşən Cümə məscidində sizlərlə canlı hər gün, hər gecə görüşmək ümidi ilə Allah sizə yar və yardımcı olsun. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh. Allah'a emanet olun.